2 gündə 3 icra hakimiyyətinin tenderini udan sirli şirkət House Projects MMC dünən 2, bu gün 1 tenderin qalibi seçilərək 2 gündə 3 qurumla müqavilə imzalayıb. Media TV Azmedia qrupu Valyuta.az-a istinadən xəbər verir ki, şirkət Hacıqabul rayon icra hakimiyyəti ilə 4199,62 manat dəyərində satın alma müqaviləsi imzalayıb. Alacağı vəsaitin qarşılığında Hacıqabul rayon icra hakimiyyəti tərəfindən şirkətə Hacıqabul rayonunda magistral yol boyunca yaşayış məntəqələrində abadlıq işlərinin layihə smeta sənədlərinin hazırlanması həvalə olunub. Xatırladaq ki, şirkət dünən də 2 müqavilə imzalayıb. Bunlardan biri Zərdab rayon icra hakimiyyətinin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə, digəri isə Culfa rayon icra hakimiyyəti ilə olub. Birinci ilə imzalanan müqavilə Zərdab şəhərində abadlıq işlərinin layihə smeta sənədlərinin tərtib olunması, ikinci ilə imzalanan müqavilə isə Culfa şəhərində Şəhidlər Abidə kompleksinin əsaslı təmirinin layihələndirilməsi ilə bağlı olub. Bağladığı müqavilələrə görə şirkət müvafiq olaraq 5097,6 manat və 34891,66 manat vəsait ödəniləcək. Şirkət icra hakimiyyətləri tərəfindən elan edilən tenderlərdə tez-tez qalib gəlməsi ilə seçilir. Bunlara misal olaraq Yevlax, Ağcabədi, Şamaxı, Şirvan, Ucar, Şəki, Naftalan, Beyləqan, Lirik, Ordubad və Ağstafa rayon icra hakimiyyətləri və onların müxtəlif ərazilər üzrə nümayəndəlikləri ilə imzalanan müqavilələri göstərmək olar. Qeyd edək ki, MMC 30 aprel 2021-ci ildə dövlət qeydiyyatına alınıb. 10 manat nizamnamə kapitalına malik şirkətin qanuni təmsil qeydiyyatına alındığı zaman ilk olaraq Bakı şəhəri Nəsimi rayon Mirəli Qaşqay ev 93 mənzil 21 Everest tikinti layihə MMC-də müxtəlif vaxtlarda icra hakimiyyətləri və onların müxtəlif ərazilər üzrə nümayəndəlikləri ilə müqavilələr imzalayıb.